Sabunçu rayonu Zabrat qəsəbəsi Əfqan İsmailov küçəsində də vəziyyət acınacaqdı. Yolun bir tərəfindən digər tərəfinə keçmək piyada demək olar ki, mümkün deyil. Gərək ancaq rezin uzun boğaz çəkmədən istifadə eləyəsən və məndən arxada 71 sayılı tam orta məktəb yerləşir və təsəvvür edin ki, şagirdlər dərsə getmək üçün məktəbin hasarlarına çıxmalı olurlar. Uşaqlar məktəbə gedib gələ bilmirlər. Elə şəxsən mən dünən uşaqları dalma alıb balotanın içindən məktəbə aparmışam, məktəbdən gətirmişəm. Kanalizasiya özümüz ekskavator tutub çəkdirmişdik, gelirdi çölə, rahat gelirdi. Bu məktəb tikiləndə tabağını kəsdilər, bizim durbaları çıxartdılar, dəmirlər apardılar. Hava yüngülvari tutuldu, kanalizasiya daşır. Körpə uşaqlar dizə qədər suyun içində gəzdirlər. Apteklərdə dərman qalmayıb, hamısının uşaqların bakteriya dərmanı alırlar uşaqlar. Uşaq burada atasının çiynində gedir. Qoca qadınlar gəlir, yaşlı gəlinlər gəlir, uşağa aparmağa yer tapamırlar. Hər iki qəsəbədə hökm sürən problemlə bağlı iri şəhərlərin birləşmiş su təchizatı xidmətinə müraciət etdik. Bildirildi ki, intensiv yağışlarla bağlı bütün su kanal idarələrində növbəli əsasda fasiləsiz fəaliyyət daha da genişləndirilib, xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunub. Proseslərə müxtəlif funksiyaya malik texnikalar da cəlb olunub. Qeyd olunan ünvan da daxil olmaqla əməkdaşlar kiçik ərazilərdə qalmış yağış sularının daşınması işlərini davam etdirərək, həmin ərazilərin də təmizlənməsinə ardıcıl şəkildə nail olmağa çalışırlar. Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkəsinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər də var ki, orada təchizat sistemi mövcud deyil və qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası mərhələli şəkildə aparılır. Məhəmməd Hacızadə, Rahil Bəhuzadə, ATV Xəbər.